dövlət iqtisadi modeli hələ də var və bu dövlət xərcləmələri hesabına artım modelinin fəsadlarını bu il daha çox gördük. Niyə? Çünki Maliyyə Naziri, yeni Maliyyə Naziri bir qənaət rejimi də elan elədi, ciddi şəkildə. Və bu qənaət rejimi iqtisadiyyatda çox böyük kəskin dalğalar yaradır. İlk başdan qulağa xoş gəlir də, məsələn, vətəndaş olaraq da dövlət puluna qənaət edirlər. Amma Maliyyə Nazirliyinin institut olaraq əsas vəzifəsi bir tək qənaət deyil, axı bir tək qənaət edib depozitə pul qoymaq deyil. Dövlət büdcəsi pulunu da, indi yenilik var bu il. Dövlət büdcəsinin qalıq hissəsini depozitə də qoyurlar. Düzdür, qısa müddətlidir, amma hər halda. Amma yerli banklara qoyurlar. 4 özdə ən böyük banklara qoyurlar, o kiçik banklar üçün də bu haqsız rəqabət yaradır yeri gəlmişkən. Amma Maliyyə Nazirliyinin əsas vəzifəsi bir tək qənaət deyil də, dediyim kimi, iqtisadi artım üçün lazım olan altyapının hazırlanması. Bax, bu yoxdur. Və təəssüf ki, bu 5 illik müddətində əgər uzadılacaqsa, ən azı 5 illik deyirəm də, çox yaxşı olardı ki, yenə 7 il uzadılsın. Heç olmasa bu səhvlərdən, görülməyən işlərdən nəticə çıxarılmalıdır ciddi şəkildə və kiçik orta sahibkarlığa uyğunlaşdırılmış bir iqtisadi modelə keçməliyik.